Bəli, xoş gəldin. Xoş Buyur, gəldin. keçi yaxında qardaş Almaniyadan gəlib. Bu yaxında deyəndə ki, mən onu elə uzaqda gördüyümdür. Hara vaxtda olsa. 6-cı səfərim idi Almanya. Amma bizim Fəqan ola bilməz ki, Almaniyaya getsin, əli boş qayıtsın. Vallahi bilirsiniz, Almaniyadan... Nə olmadı, orada nə vardı, burada yoxdur. Burada nə var, orada o yoxdur. Almaniyada çox şeyə mən fikir verdim. O prosto necə hörmətlə dilənsə də özünə əziyyət verir ki, yəni təzim edir də ki, ehtiyacı var o dilənsini mən bir söz demirəm. İnsanların üzünü güldürəndə, düşündürəndə, sənətini gözəl təqdim eləyəndə hər kəs səni sevir, yanında olmağa can atır. Yoxsa Fəqan dedi Almaniyada, biz də Almaniyada olanda bir ailə bizi qonaq çağırmışdı Əli. Qəşəng də tort pişirib. Üstünə də belə qəşəng verilişin adını yazıb ki, mənə xoş olsun. Getmişik, bəli, qəşəng kollektivlə getmişik, oturmuşuq. Birdən otaqdan 5 yaşında uşaq çıxdı, qışqıra-qışqıra gəldi, düz tortun dişlədi beləncə. Şəklini də çəkənmədik, məhv elədi. Amma oyunda Azərbaycanda olsaydı, Azərbaycanda olsaydı Fəqanın atası yalan olar. Özüm ölüm. Yox, sizə deyim ki, Azərbaycanda da artıq bu baş verir. Baş versin, mən